Qardaş, 35.500-ə niyə bu evi almırsan? Həyətə bax. Geniş həyət, şəxsi tikili, deməli 2005-ci ilin evi, cəmi 35.500 yeni Azərbaycan manatı. Həyətə rahatlıqla 2 maşın daxil olur. Əgər sən məsələn ustasansa, buranı elə servis. Valla, burada yat dur, buranı elə servis. Maşınlarını qəbul edir, asfalt küçənin üzəri, metroya gedən avtobusun 200 metr məsafə, nətər sən üçün? Qazı, suyu, işığı, hamısı da qaydasında. Gəl. Evin əsas giriş hissəsi buradır. Bax, belə deyim də, yeri bunun betondur. Gəl, hamamın sanuzeli, tam təmir, köç yaşa bir vəziyyətdə. Gəldin elə ayaqqabıları bu hissədə soyundun, bax burada. Ayaqqabı soyundun, keçdin evin içərisinə. Bir dənə də kampaniya var sizə. Bu mətbəx mebeli biraz köhnəlmiş mətbəx mebelidir. 35.500-dən endirim etməsə əgər, bu mətbəx mebelini alıb qoyacaq biz sizlərə. Yox, endirim etsə almayacaq, pozulacaq hər şey. Mətbəxdə yemək bişsə, əgər ki, yemək bişirdi də, qapını ört, iyi daxil olmasın içəri, bir dənə də pəncərə var evi havalandırmaq üçün. Gəl. Bu evin içərisidir. Aboyu, qapısı, laminatı hamısı yenidən dəyişdirilib. Rozetkalarına kimi köhnə 2005-in evidir. Lüstrü də var, təzə dəyişdirilib. Bu da evin ikinci otağı geniş. Jaluzudur, pərdəsidir, lüstrüdür, hamısı yeni. Cəmi cümlətən 35.500 manata sən xırdalanda belə ev tapa bilməzsən. Taparsan, ya yeni krişanın altı olar, ya da həyəti olmaz. Ya da üstündən tok keçər. Yəni, mənfisi olan ev taparsan. Bunda reşotkası da var, xırda para mənfiləri var, o da ciddi məsələlər. Sağ olun, salamat qalın.